Salam, bugün sizə 7-ci sinif biologiyadan bədən kütlə indeksi və sağlamlıq mövzusunun və çalışmaların izahını verəcəm. Sizcə piyələnmənin səbəbləri nələrdir? Piyələnmənin səbəbi həddindən artıq qidalanma və idmanla az məşğul olma piyələnməyə gətirib çıxarır. Bu problemin həlli yolları hansılardır? Bu problemin həlli yolu qidalanmağa diqqət etməkdir və müntəzəm olaraq idmanla məşğul olmaqdır. Düzgün balanslaşdırılmış qidalanma sağlamlığı təmin etmək üçün ən vacib şərtlərdən biridir. Qidalanma həm insanın zehninə, həm fiziki inkişafına, həm uzunömürlülüyünə, həm də əmək qabiliyyətinə təsir göstərən bir faktordur. Sağlam qidalanmanın ümumi xüsusiyyətləri burada 3 bənd var. Bəndlərə diqqət edək. Qidanın enerji dəyərinin orqanizmin enerji sərfiyyatına uyğunluğu. Yəni nə qədər enerji itirirsənsə, bir o qədər qidalanmalısan ki, həmin itirdiyin enerjini bərpa edəsən. Qida maddələrinin kimyəvi tərkibinin orqanizmin fəaliyyətinə uyğunluğu. Üçüncü olaraq isə qida məhsullarının mümkün qədər müxtəlifliyi nəzərə alınmalıdır. İnkişaf etmiş ölkələrdə əhalinin böyük əksəriyyəti orqanizmin ehtiyaclarını ödəmək üçün kifayət qədər müxtəlif qidalardan istifadə edirlər. Yəni bu o deməkdir ki, yetərsiz qidalanmadan, ərzaq çatışmazlığından baş verəcək xəstəliklər bunlarda, belə insanlarda az müşahidə olunur. Həmin xəstəliklərin qarşısını alınır. Çünki belə insanlar müxtəlif qida mənbələrindən istifadə etmiş olurlar. Həddindən artıq qidalanma və idmanla az məşğul olma piyələnməyə səbəb olur. Tövsiyə olunan bədən kütləsini aşdıqda belə insanlar artıq çəkili hesab olunur. Əgər çox kökdürsə, onun vəziyyətini təsvir etmək üçün piyələnmə anlayışından istifadə olunur. Hər hansı bir insanın artıq çəkili olub olmadığını müəyyən etmək üçün də bədən kütlə indeksini hesablamaq lazımdır. Necə hesablanır bədən kütlə indeksi? Baxın, qısaca bədən kütlə indeksini BKI şəklində yazırlar. Hər sözün baş hərfindən istifadə edirlər. İnsanın bədən kütləsini qiymətləndirmək üçün istifadə olunan bir göstəricidir bədən kütlə indeksi. Necə hesablanır? İnsanın bədən kütləsinin, yəni insan neçə kilodursa, bölürlər insanın boyu ilə insanın boyu arasında olan hasilə. Və beləliklə həmin bədən kütlə indeksinin qiymətini tapmış olurlar. Keçək fəaliyyətə. Fəaliyyətdə nədir? Bədən kütlə indeksinin hesablanması, işin gedişi, kişilərin boyu və kütləsi verilən diaqrama diqqətlə baxın. Boy və kütlə göstərici nəzərə alaraq onların bədən kütləsini hesablayın. Deməli, biz bədən kütlə indeksini necə tapdıq? İnsanın kütləsi kiloqramla ifadə olunur. Kiloqram insanın kütləsini bölürük. Onun boyunun uzunluğuna, yəni boyunun uzunluğunun kvadratına. Belə ki, burada santimetrlə verib 170, biz onu metrə çevirəndə neçə eləyəcək? 1,7. Bədən kütlə indeksini tapanda kütləsini neçə verib bizə? 50. 50-ni bölməliyik. 50-ni bölməliyik. 1,7 vurulsun 1,7. Çünki bu insanın boyu vurulsun insanın boyu. Yəni, insanın boyunun biz metrini ifadə edir, metrin kvadratı ilə belə tapacağıq. Buradan da alacağıq cavabı 17,3. Digərlərinə baxaq. Burada isə 65 verib kütləni. Burada isə deməli 65-i böləcəyik. 1,7 vurulsun 1,7-yə. Cavabı alacağıq 22,49. Burada alacağıq cavabı 22,49. Burada isə deməli 80-i böləcəyik. 1,7 vurulsun 1,7-yə. Cavabı alacağıq 27,68. Burada isə 95-i böləcəyik. 1,7 vurulsun 1,7-yə. Cavabı isə alacağıq 32,87. Burada isə 110-u böləcəyik. 1,7 vurulsun 1,7-yə. Cavabı da alacağıq 38,6. Birincidə isə neçə almışdıq? 17,3. İndi müzakirə edinə baxaq. Sizcə insanın yaşı bədən kütləsinə təsir edirmi? Bəli, təsir edir. Çünki insan yaşı artdıqca bədən kütləsi də artır. İkinci fikrinizcə insanın bədən kütlə indeksi nədən asılıdır? Biz dedik ki, bədən kütlə indeksi insanın kilosundan və boyunun uzunluğundan asılıdır. Düstura əsasən insanın çəkisinin kütləsini bölürük boyunun uzunluğuna. Belə tapırıq. Bədən kütləsinə görə insanlar qəbul edilən bir neçə kateqoriyaya görə qruplaşdırılıb. Az çəkili, normal çəkili, artıq çəkili, piyələnmə və kəskin piyələnmə. Baxın, az, normal, artıq çəkili, piyələnmədən qabaqki hal, piyələnmə, birinci dərəcəli piyələnmə, ikinci dərəcəli piyələnmə və üçüncü dərəcəli piyələnmə. Yüksək bədən
kütləsi indeksi bir çox xəstəliklərdən bizə xəbər verir, artıq piyələnmədən xəbər verir. Nəticədə bu insanlarda ateroskleroz, yüksək qan təzyiqi kimi ürək-damar xəstəlikləri, şəkərli diabet və şiş, yəni xərçəng xəstəliklərinin inkişafının riskini artırır. Kəskin və ya ağır piyələnmə ciddi xəstəliklərin inkişafına və hətta həyat keyfiyyətinin azalması və ölüm hallarına səbəb olur. Öyrəndiklərinizi tətbiq edin. Burada bizə bədən kütləsi indeksi göstəricilərini hesablamamızı istəyir. Mən artıq bunu hesablamışam. Birbaşa yazıb bu haqqda danışaq. Məsələn, futbolçu Oliver Kahn boyu verilib bizə, kütləsi verilib. Necə tapırdıq? Kütləni bölürük boyun göstərilən rəqəminin kvadratına. Buradan tapmışam 25.74. 25.74 birincisi. Birincisi, yəni futbolçu artıq çəkili hesab olunur. İkinciyə baxaq. Boksyor isə 27.45. Boksiyora aid oldu. 27 tam %45. Boksyor isə artıq piyələnmədən qabaqki haldır boksyorda. Sonra marafon qaçısı Great Whites hesablayıb tapmışam ki 18 tam %5, yəni normal çəkilidir bu. Great Whites deməli normal çəkili oldu. Sonra marafon qaçısı Liz McColgan 45-i bölürük 1 tam 17-nin kvadratına, tapmışıq ki 15 tam %57. 15 tam %57 alınır burada. Deməli Liz McColgan'da 15 tam %57 də normadan az çəkili hesab olunur. Sonra marafon qaçısı Daniel Kipchirchir Komen 50-ni bölürük 1 tam %75'in kvadratına, tapmışam 16 tam %33. Bu da normadan az çəkili hesab olunur. Müzakirə edin. Deməli, bədən kütləsi indeksi göstəricilərinə görə hansı nəticəyə gəlmək olar? Hansı nəticəyə gələ bilirik? Hansı insanın normal çəkili, hansının çəkisinin az olduğunu, hansının isə çəkisinin normadan artıq olduğunu biz müşahidə edirik burada. Bu göstəriciləri necə izah etmək olar? Bu göstəriciləri biz rəqəmlərə əsasən müşahidə edirik. Necə? Məsələn, normal çəkili 18,5-dən 24,19-a qədər olan çəkini əhatə edir və digər göstəricilər də cədvəldə var. Ona baxaraq müəyyən edə bilərsiniz. İnsanın daha hansı xüsusiyyətləri bədən kütləsi indeksinə təsir edə bilir? İnsanın qidalanması, normal yuxu yatması, qidalanma rejimi və s. gətirir, bədən kütləsi indeksinə təsir göstərir. Öyrəndiklərinizi yoxlayın. Bədən kütləsi indeksi 25-29,9 olan insan gündəlik 2000 addım etməli. Hər həftə bunun sayını 500 addım artırmalı və özünü yaxşı hiss edirsə, üzgüçülüyü də əlavə etməlidir. Göstərici 40-dan artıqdırsa, ilkin yükü yavaş-yavaş gündə 100 addım artırmaqla gəzmək olar. Niyə belə tövsiyələrə ehtiyac var? Burada artıq 3-cü dərəcəli piyələnmədir bu insanda və birdən çox hərəkət onlara mənfi təsir göstərər. 2. İnsana dəqiq diaqnoz qoymaq üçün yalnız bədən kütləsi indeksinə istifadə edilə bilərmi və nə üçün? Xeyr, sadəcə bədən kütləsi indeksindən istifadə olunmaz. Çünki ola bilər ki, həmin insan həmin zaman bakteriyal, virusal və bir sıra xəstəliklərə tutulub. Bədən kütləsi indeksi göstəriciləri adətən hansı məqsədlər üçün təyin oluna bilər? Əsasən onda idmançılar istifadə edir. Ümumiyyətlə idmançılardan da əlavə digər sahədə çalışan insanlar da istifadə edir bədən kütləsi indeksinin. Ümumiyyətlə isə bütün insanlar öz bədən kütlə indeksini bilməlidir. Buna görə öz çəkisini təyin etməlidir və ona görə öz qidalanması üçün normal bir rejim qurmalıdır. Bugünkü izahımız bura qədər. Kanalıma abunə olmayı və videonu like etməyi unutmayın. Sağ olun.